cavabların qaralanması gətirir, ona çıxarır ki, imtahanda abituriyentlər önəmli balları itirirlər. Mənim özümün 10 ildən artıq təcrübəmdə də belə faktlarla çox qarşılaşmışam ki, bəzən potensiallı, istedadlı tələbələr imtahanda həyəcan və digər çətinliklərdən imtahanda istənilən nəticəni yığa bilməmişlər. Lakin bunun çıxış yolu da var. İndiki videoya diqqətlə qulaq assanız, siz bu kimi səhvlərdən sığortalanmış olacaqsınız. Hər vaxtınız xeyir, hörmətli abituriyentlər. İmtahana bilirsiniz ki, sayılı günlər qalıb və bu günlərdə bilirəm ki, siz YouTube-da imtahanla bağlı videolar axtarırsınız. Bu videoda biz imtahanda abituriyentlərin ən çox buraxdığı səhvlər haqqında danışacağıq. Həmçinin cavab kartlarının doldurulması qaydası və tarixdən imtahan zamanı əməl edəcəyiniz qızıl qaydalar, tarix fənnindən imtahan verənlər üçün qızıl qaydalardan danışacağıq. Mən Samir Bəşirli, Tarix Asan İzahda kanalındasınız və əgər belə videolar sizin üçün maraqlıdırsa kanala abunə olun və onu paylaşın ki, digər dostlarınız da bu cür videolardan faydalansınlar. Beləliklə başladıq. Statistika göstərir ki, imtahanda abituriyentlər faktoloji biliklərin çatışmazlığından deyil, daha çox diqqətsizlik və bu kimi digər səhvlərdən ballar itirirlər. Xüsusilə də cavab kartları doldurularkən sürüşdürmə olunur. Yəni 4-cü sualın cavabı 5-ciyə və bu formada cavabların qaralanması gətirir, ona çıxarır ki, imtahanda abituriyentlər önəmli balları itirirlər. Mənim özümün 10 ildən artıq təcrübəmdə də belə faktlarla çox qarşılaşmışam ki, bəzən potensiallı, istedadlı tələbələr imtahanda həyəcan və digər çətinliklərdən imtahanda istənilən nəticəni yığa bilməmişlər. Bu, belə faktlar olub. Lakin bunun çıxış yolu da var. İndiki videoya diqqətlə qulaq assanız, siz bu kimi səhvlərdən sığortalanmış olacaqsınız. İlk əvvəl mən sizə cavab kartının doldurulması zamanı əsas diqqət edəcəyiniz məqamlara istəyərdim ki, birlikdə diqqət edək. Deməli, bu bizim öz imtahanlarımızda istifadə etdiyimiz cavab kartı versiyasıdır və imtahan sualları, söhbət blok imtahanı suallarından gelir. Yəqin çoxunuz da blok imtahanları sınaqlarında iştirak eləmişsiniz. Hər bir fən 22 qapalı, 5 açıq və 3 situasiya suallarından ibarət olur. Qapalı suallar da səhv düzü aparır, lakin açıq suallarda səhv düzü aparmır. Bunları siz bilirsiniz, amma mən bunu niyə görə deyirəm? Çünki 2019-cu ildə başımıza gəlib, mənim ən yaxşı oxuyan abituriyentlərimdən biri gedib imtahana, orada onu qorxudublar ki, açıq suallar səhv düzü aparır, ona görə imtahanın özündə nəzarətçi onu qorxudub. Bu da qorxusundan açıq sualları yazmağa ehtiyat edib bəzilərini. Özə ikinci dəfə idi bu tip imtahan keçirilirdi, bu kurikulum qaydası üzrə. Ona görə də o önəmli balları itirdi. Mən də buna görə sizə deyirəm ki, nə situasiya, nə də açıq suallar heç biri səhv düzü aparmır. Yalnız qapalı suallar səhv düzü aparır. Bu sualları yazarkən ehtiyatlı olmaq lazımdır. Burada 4 səhv 1 düzü aparır, diqqət edin. Bir səhv də 4də 1 düzü aparır. Yəni o demək deyil ki, sən bir sualı səhv eləmirsən və səndən bal çıxmayacaqlar. Xeyr, bir sualı səhv eləmirsənsə də o halda səndən bal tutulacaq. Buna da diqqətli olmaq lazımdır. Ümumiyyətlə çalışıb bilmədiyiniz sualları yazmaq lazım deyil. Sonra burada nəyə biz diqqət edəcəyik? Məsələn, çox abituriyentin buraxdığı səhv nədir? Məsələn, kitabçanı qoyur qabağına, orada cavabları bir-bir tapdıqca başlayır burada qaralamağa. Cavabları bir-bir tapdıqca başlayır qaralamağa. Bu kobud səhvdir. Özə imtahana gedəndə mütləq bir karandaşınız olsun, arxasında da pozan olsun. Və bir də yaxşı yazan qələminiz olsun. Qələm də mütləq göy və yaxud da qara rəngdə olmalıdır, amma göy rəng aparın ən yaxşısı. Məsələn, deyək ki, götürür 19-cu sualı yazmalıdır, 19-cu sualı dərhal qaralayır. Bu səhvdir. Bəlkə sən 19-cu səhv yazmısan. Hardan bilirsən? Ona görə də diqqətli olub, yəni həmin sualı gərək dərhal qaralamayasınız. Axırda qaralamaq məsləhətdir. Axırda qaralamaq məsləhətdir. Və sürüşdürmənin də ən çoxu nədən olur? Mən onu da deyim sizə. Tutaq ki, 19-cu sualı əvəzinə, bunlar bir-birinə yaxındaxı. 20-ci sualı qaralayır abituriyent. 20-ni qaraladısa, 20 əvəzinə 21-i qaralayır, 21 əvəzinə 22-ni. Axıra gəlib çatanda görür ki, sən demə imtahanda suallar sürüşüb. Bir-birinin ardınca gedib hamısı.
Və artıq o 10 dənə, 15 dənə sualı və yaxud da ən azı bir 5-6 dənə sualı artıq onda səhv getdi. Onlar da ümumi imtahan nəticəsinə təsir edir. Bundan sonra ortalanmaq üçün nə etmək lazımdır? Şəxsən mən özüm öz tələbələrimə də bunu məsləhət görürəm və özüm də bunu praktikadan keçirmişəm. İndiyə qədər dəfələrlə imtahanlarda iştirak eləmişəm. Müxtəlif imtahanlarda, abituriyent imtahanı olsun, magistr olsun, digərləri olsun və həmişə də bunlardan istifadə eləmişəm. Sizə də indi onu məsləhət görürəm. Cavab kartında karandaşla, məsələn, deyək ki, sualı həll elədikcə çaşdırmamaq üçün karandaşla nazik belə qaralaya bilərsiniz. Nazik qaralaya bilərsiniz və yaxud da onu eləmək istəmirsinizsə, ən yaxşısı balaca bir nöqtə qoya bilərsiniz. Bax, belə balaca bir nöqtələr qoya bilərsiniz. Bilmirəm, burada nə dərəcədə düşür o? Balaca nöqtə qoya bilərsiniz orada. O qoyacağınız nöqtə, biraz da yaxınlaşdırım ki, görə biləsiniz. Baxın, tutaq ki, bu cavablardır, düzdürmü? Aha, balaca bir nöqtə qoyursunuz ki, məsələn, 18-ə gələndə, sən köçürəndə çaşıb 17-nin cavabını köçürməyəsən. Artıq sən bura nöqtə qoymusan. Kitabçanla da yoxla, bax, gör, düzmü nöqtəni qoymusan. Və ikinci dəfə sən o sualı yoxlayanda, artıq sən bunu qaralamadığın üçün, sən tutaq ki, baxdın ki, 18-də A döyülmüş, B imiş, məsələn deyirəm. İkinci dəfə baxdın, səhv cavablandırmısan, o cavabı düzəltmək istəyirsən. Sən bunu qaralamış olsan, artıq qatar gedib, sən onu düzəldə bilməyəcəksən. Amma sən belə balaca bir nöqtə qoymuş olsan və ya da karandaşla cüzi balaca bir işarə qoymuş olsan, o yəni optik oxuyucuya təsir eləmir. Sən rahatlıqla bunu burada qaralaya bilərsən. Amma bunu qaralasan, tutaq ki, B-ni qaralamısan, əvvəldən qaralamısan da B-ni. İndi bunu dəyişmək istəyirsən, artıq getdi, mümkündür. Sən bunun yanından bir dənə də yazsan, yenə də sənin üçün onu səhv hesablayacaqlar. Yəni onu biləsiniz, bir dənə cavabda, bir sualda 2 cavab qoymaq avtomatik həmin sualı sizin əleyhinizə hesablayır. Sonra açıq suallarda, baxın bu açıq suallarda, açıq tipli suallardır. Açıq tipli suallarda, məsələn, deyək ki, cavab 1-5 olub. Məsələn, cavab 1-5. O halda soldan sağa 1 və 5 qeyd edirsiniz və onun da altından həmin xanaları mütləq qaralayırsınız. Çox adam eləcə qaralayır, bunu yazmır. Çox adam bunu eləcə qaralayır, bunu yazmır. Bunu yazmaq niyə görə vacibdir? O demək deyil ki, siz bunu yazmasanız, sizə bal hesablanmayacaq, hesablanacaq. Lakin sabah ola bilər ki, sən bura 1-5 yazarsan, burada çəkib 5 əvəzinə 6-nı qaralayarsan. Sənin onda, axı, sənin nəticələrinin fotoskrinində göndərəcəklər sənə. Sən orada baxıb görəcəksən ki, sənin elədiyin, yəni qaraladığın yer faktiki fikirləşdiyinlə düz gəlmir. Sən orada sürüşdürmə eləmirsən. Bunu sən apellyasiyaya verib düzəldə bilirsən. Bu məsələni sən apellyasiyada düzəldə bilirsən. Amma bunu qaralamasan, qaraladığın halda, bura yazmasan, yazmadığın halda, sən onu düzəldə bilməyəcəksən. Bax, bunlarda diqqətli olmaq vacibdir. Mənə elə gəlir ki, cavab kartı ilə bu qədər kifayətdir. Əsas odur ki, diqqətli olun, bilmədiyiniz sualları yazmayın ki, sizin də balınızdan getməsin. İndi isə gəlin test nümunələrinə baxaq. Test nümunələrinin həlli qaydalarına diqqət edək. Deməli, mənim kanalımın stajlı izləyiciləri bilirlər. 3 qızıl qayda var. 3 qızıl qayda. Testləri həll eləmək üçün 3 qızıl qayda. Mən onu həmişə deyirəm. İndi yenilər üçün də mən istəyirəm deyim ki, imtahanda bunları tətbiq edib inşallah yüksək nəticə əldə edəsiniz. Deməli, əvvəla ondan başlayaq ki, bəzi abituriyentlər nədə səhv edirlər? Onlar testləri həll edərkən elə şifahi şəkildə edirlər. Əsas məsələ budur ki, testləri də tarix fənninin testlərini də eləyərkən riyaziyyatdakı kimi yaza-yaza eləmək lazımdır. Ən birinci şərtdən başlamaq lazımdır. Məsələn, götürək elə bu testi götürək. Məsələn, Albaniyada Mehranilər Surəsinin hakimiyyəti dövrünə aid deyil. Bu testə baxaq. 3 qızıl qayda nədir? Birinci qaydamız budur ki, mütləq şərti diqqətlə oxuyuruq və lazım olan məsələləri orada özümüz üçün ayırd edirik. Diqqət edirik. Məsələn, Mehranilər Surəsinin hakimiyyəti dövrünə aid deyil. Birinci növbədə biz Mehranilər Surəsinin hakimiyyət illərini yazmalıyıq. 630-dan deməli 705-ə qədər bunu yazdıq
Və baxırıq burada şərtin əsas hissəsi arqument aid deyil soruşur bizdən. Aid deyil soruşursa biz bunu çaşdırmamaq üçün ya bunu belə dairəyə alırıq ya da buradan yazırıq aid deyil. Bax belə bir şey yazırıq buradan ki biz çaşmayaq. Abituriyentlərin statistika üzrə əksəriyyəti bax belə şeylərdə səhvlərə yol verirlər. Diqqətsizlik, testin hər yerinə fikir verməməyə görə. Bu birinci qaydamız oldu. Yəni şərti diqqətlə oxuyub aydınlaşdırmaq. Birinci qayda budur. İkinci qayda bütün variantlara baxmaq və çıxdaş eləmək. Bütün variantlara baxıb çıxdaş eləmək. Nə demək? Bu nə deməkdir? Sən cavabı tapsan belə mütləq digər variantlara da bax. Cavabı tapsan belə mütləq digər variantlara bax. Məsələn deyirəm, məsələn. Mən oxuyuram Xəzərlərə qarşı müharibə aparılması. Mən bunu tutaq ki, düz hesab edirəm. Götürdüm bunu. Məsələn deyirəm, düz hesab edirəm. Məsələn deyirəm də, tutaq ki, bu düzdür. Mən əgər bunu düz bilib keçsəm, bizdə sualda nə soruşurdu? Aid olanı soruşur, yoxsa olmayanı soruşur? Aid olmayanı soruşur. Amma ola bilər ki, imtahan həyəcanından, fikrimin dağınıq olmasından mən bunu aiddir kimi oxuyaram. Və elə birinci sualda zəyrə bilərəm ki, elə aiddir, onu götürərəm. Amma 3 qızıl qaydaya əməl eləsəz, o qayda sizi məcbur edir ki, digər bütün variantlara da baxasınız. Onda, məsələn, mən B variantına baxsam, burada görürəm məzdəki hərəkatının başlanması, öz-özümə düşünəcəm ki, bu aid deyil. Keçəcəm bu birsinə, Bizans İmperiyası ilə ittifaq bağlanması. Dərhal yadıma düşəcək ki, axı Cavanşir Bizansla ittifaq bağlamışdı. Necə ola bilər Mehranilərə 2 dənə variant burada aid olsun? Onda qayda bir də şərtə baxacam. Deməli, ikinci qaydamız nədir? Bütün variantlara baxmaq, cavabı alsam belə bütün variantlara bax. Cavabı alsam belə bütün variantlara baxıram. Bizans İmperiyası ilə ittifaq bağlaması, Xəzərlərlə müqavilə, Ərəb xilafəti ilə diplomatik əlaqələr, bunlar hamısı aiddir. Və onda mən şərtə bir də baxmalıyam. Üçüncü qaydamız budur ki, variantların hamısına baxandan sonra şərtə bir daha baxmaq. Ki, bəlkə mən ola bilər o şərtdə olanı düzgün oxumamışam, variantda fikrində qalanla cavab axtarıram. Necə ki, bayaq mənim nümunəmdə olduğu kimi, mən məsələn A-nı görən kimi götürdüm, amma bütün variantlara baxdığım üçün gördüm ki, burada Xəzərlərə qarşı müharibədən başqa da uyğun gələn variantlar var. Qayda bir də nə etməliyəm? Təzədən bir də şərtə baxıram. Şərtə baxanda artıq mən bunu dairələdiyim üçün, mənim gözümün qabağında olduğu üçün dərhal görəcəm ki, bu aid olmayanı soruşur və o halda mən cavabı seçəcəm burada. Görəcəm ki, burada B variantı olmalıdır. Deməli, bir də 3 qızıl qaydanı burada sizin üçün deyirəm. Birincisi, mütləq şərtə diqqətlə baxmaq və şərti özümüz üçün anlaşılan formada yazmaq. Bu birinci qayda. İkinci qayda, bütün variantlara baxmaq və cavabı tapsaq belə bütün variantlara baxıb çıxdaş eləmək. Üçüncü qaydamız, alınan cavabı şərtlə bir də yoxlamaq. Bu 3 qızıl qaydaya əməl eləsəz, o halda sizin imtahanda demək olar ki, səhviniz olmayacaq. Daha nəyi mən demək istəyirəm burada? Məsələn, səbəb-nəticə əlaqələrinin düzgün verildiyi cavab. Burada bir şeyi yadda saxlayın. Səbəb-nəticə əlaqələrində siz bura məsələn, görə sözünü əlavə edin. Görə sözünü əlavə edin. Bura mən deyim. Marağanın xarıncalar tərəfindən tutulmasına görə Aksunqurilər süqut etdi. Görün bu cümləni bu formada quranda uyğun gəlir yoxsa yox. Məsələn, birinci cümləyə baxaq. Təbriz şəhərində əhali üsyan qaldırıb Teymurlu qoşunlarını məğlub etməsinə görə Əmir Teymur Azərbaycanı tərk etdi. Yəni, bu uyğun gəlmir. Biz bilirik ki, Əmir Teymur üsyan nəticəsində Azərbaycandan qovulmuyub. Ümumiyyətcə, Əmir Teymur əmir olalı vaxtda heç vaxt məğlub olmuyub. Heç arada onu məğlub edən olmuyub. Söhbət onun özündən gedir, sərkədələrindən getmir. Ona görə bir məsələn səhvdir. Amma ikiyə baxsaq, Marağanın xarıncalar tərəfindən tutulmasına görə, burada görə sözünü əlavə edirəm. Aksunqurilər dövləti süqut etdi. Görürəm ki, bu düzdür. Bu uyğun gəlir. Onda mən bunu götürürəm. Bu tip testlərdə bu görə sözündən əlavə, yəni istifadə edin. Görə, səbəbə, məsələn, Didiqori döyüşündə Şirvanşahlar Səlcuqlara kömək etməsi səbəbindən, bax bu sözü də oraya əlavə edə bilərsiniz, İraq Səlcuq hökmdarı Sultan Mahmud Şirvana yürüş etdi. Məsələn, bu da səhvdir. Bu da burada səhvdir. O sözü oraya əlavə edəndə alınan cümlə əgər məntiqə uyğundursa, faktlara uyğundursa, deməli səbəb-nəticə əlaqəsi burada düzgün göstərilmişdir.
Daha sonra mən sizə açıq suallarla bağlı bir şey demək istəyirdim. Deməli, açıq suallarla bağlı. Baxın, məsələn, bu tip suallarda daha çox, bax, məsələn, 5 dənəli sualda ya 1-3-5 düz çıxır, ya 1-3 düz çıxır. Nadir hallarda 1-2-5 və ya da 1-2-3 çıxar. Əksər hallarda 1-3-5 düz çıxır. İndi bu sualda 1-3 düz çıxır. 1-3. Həm Mete, həm də Çingiz Şimali Çin ələ keçirib, hər ikisi də hərbi islahatlar keçiriblər. Bax, bunlara diqqət eləmək lazımdır. Yəni, əgər cavab atırsınızsa, tutaq ki, cavabı bilmirsinizsə, bu halda 5 dənəlilərdən ikisi ya 3-ü düz çıxacaq, 4 dənəlilərdən isə minimum ikisi düz çıxır. Yəni, 3 dənə ola bilməz. 4 dənəlilərdən 2 dənə düz çıxmalıdır. Yəni, 3-cü ola bilməz. 5 dənəlilərdən isə 2 və ya da 3 dənə düz cavab olur. Bunu da burada dedik. İndi situasiya testlərinin həll olunması qaydasına mən istəyərdim diqqət çəkək. Situasiya testlərini oxuyub bitirdikdən sonra burada biz mütləq bizdən nə soruşulduğunu dəqiq müəyyən eləməliyik. Və cavabı da qısa konkret verməliyik. Mən özüm də Dimin Marker müəllimiyəm və cavabları yoxlayarkən bir sıra hallarda görürəm ki, yəni abituriyent düz yazır. Lakin o ardınca səhv sözlər də yazır. Bizə də tələb olunur ki, əgər tutaq ki, sizdən bir söz soruşulursa, bax, məsələn, tutaq ki, bura baxaq. Burada 2 səciyyəvi cəhət soruşur da, doğru mu? 2 səciyyəvi cəhət. Deyir ki, mənbə və tarixi bilgiləriniz əsasında verilmiş dövlətin 4-cü əsrin sonları üçün 2 səciyyəvi xüsusiyyəti. 2 soruşursa, siz sonra 3-cünü də yazacaqsınızsa, o səhv olsa sizin balınızdan aparacaq. Bunu diqqətli olun belə şeylərdə. Və bir də sizdən mənbə və tarixi bilikləriniz soruşursa, əgər mənbə soruşursa, cavab mənbədədir. Yəni, mənbədə verilən məsələ ilə bağlı. Yəni, cavab elə orada var. Cavab orada var. Yəni, oradan axtarıb tapa bilərsiniz. Amma tarixi bilikləriniz soruşursa, o deməkdir ki, cavab mənbədə yoxdur. Cavab elə, yəni sizin biliklərinizdə olmalıdır. Biliyinizdən bunu yazmalısınız. Belə şeylərə, bu kimi şeylərə diqqət edirik və bundan da əlavə tarixi mənbə və bilik hər ikisini birdən verərsə, o zaman cavab həm mənbədə var, həm də siz mənbədə olmayan tarixi biliklərinizdə olan məlumatları da orada yaza bilərsiniz. Amma əsas məsələ budur ki, qısa konkret yazın. Qısa sizdən soruşulan cavabı yazın, vəssalam. Artıq heç nə yazmayın. Bir də bacardığınız qədər ümumi yazın. Konkret, nə qədər çox konkretliyə getsəz, orada sizi səhv çıxartmaq ehtimalı böyükdür. Tutaq ki, ili soruşmursa sizdən, məsələn, ili soruşmur da, düzdür? İl soruşulmursa, ili yazmayın. Yazacaqsınız, o il səhv çıxacaqsa, o halda sizin balınızdan tutulacaq. Bu qədər, hörmətli izləyicilər, düşünürəm ki, sizin üçün də faydalı oldu. Əgər belə videoların davamının gəlməsini istəyirsinizsə, kanala abunə olun. Bizim bu 5-ci gün inşallah yenə videomuz var. Həmin videoda imtahan qabağı fikir vermək lazım olan dərslərə biz diqqət edəcəyik. 10 dənə mövzunun adını çəkəcəyik ki, həmin mövzulara diqqət eləməklə imtahan qabağı siz gedib ən azı 10 dənə sualı düz yaza biləcəksiniz. Sağ olun, növbəti görüşlərdə görüşənə qədər.